Əziz dostlar, hamını salamlayıram. Hal-hazırda İncekum Təbiət Parkının içərisindəyik. Çox böyük bir ərazini əhatə edən İncekum Təbiət Parkından bir neçə dəfə videolar çəkmişəm. Bura tam olaraq dənizin sahilində, meşənin içində yerləşir. Girişi qarşı tərəfdəndir. Maşınla giriş var, ayaqla giriş var. Maşınla giriş ücrətlidir. İçində çox gözəl bir restoran var. İncekum Kır restoran adlanır. Kır lokantası. Yol boyu bu restorana gələn nə qədər hər yerdə baxın belə kamp qurmuş, çadır qurmuş insanları görürük. Türkiyənin müxtəlif regionlarından öz şəxsi avtomobilləri ilə gəlib İncekum Parkına daxil olurlar və gözəl çadır kamplar qururlar, kemping eləyirlər. Qarşı tərəflərdə bunqalovlar var. Orada da yaşamaq mümkündür, amma özlərini insanlar təbiətin qoynuna verir. Baxın belə ağaçların altında böyük çadırlar qururlar. Mən indi önümdə olan hissəni göstərirəm. Arxa tərəflərdə hər yerdə yol boyu belə çadırlardır. Və dediyim kimi əsasən fərqli region nömrələridir. Gəliblər bura. Bura bizim də ən sevimli yerlərimizdən biridir. Bir neçə dəfə gəlmişəm, video paylaşmışam. İstəyirəm ki, Alanya'da yaşayan dostlarımız da buranı tanısınlar. Və indi içəri daxil oluram. Və bu hissədə çox gözəl dənizin tam kənarında otura biləcəyiniz bir kafe var. Gəlib maşınla burada daxil olub maşın saxlaya bilərsiniz. Qarşıda çimərlik var, plyaj var. Yəni hər tərəfli gözəl bir yerdir. Gözəl istirahət, vaxt keçirmək üçün əla bir yerdir. Həm qışda, həm yayda bura bizim sevimli məkanlardan biridir. İndi İncekum Kır restorana girəcəm. Burada hal-hazırda yemək saatıdır. Ətrafda otellər var. Onların sakinləri yeməklərini burada yeyirlər. Yəni ücretsiz olaraq otelin ödənişinə daxil yeməklər burada verilir. Amma qıraqdan gələn insanlar da burada istədiyi kimi sifariş verib oturub istirahət edə bilirlər. Hər kəsə açıq bir yerdir. Bura Kır lokantasının qapalı hissəsidir. Axıra kimi izləyin, çimərliyi, plyajı da göstərəcəm sizə. Baxın, burada oteldə qalanlar üçün belə açıq masadır. Gəlib yeməklərini götürüb, oturub yeyib içirlər. Və buradan artıq gözəl mənzərələr açılır. Gördüyünüz kimi çox sərin. Hal-hazırda 33-34 dərəcə isti olsa da burada çox gözəl sərin hava var. Kölgəlikdə otura bilərsiniz. Gözəl vaxt keçirə bilərsiniz. Bu hissədə də gözləmələr, pidələr və s. hazırlanır. Mənzərələr burada çox gözəldir. Burada da belə bir plyaj var. Şəmsiyələr, şezlonglar qoyulub, giriş var. Və əsas hissə bu tərəfdədir. Fikir verin əziz dostlar, necə gözəldir. Qarşıda da çimərlik var. Maşınla o tərəfə də gedə bilərsiniz. Orada böyük manqal yerləri var. Orada da maşını park edib dənizə düşə bilərsiniz. Oralarda insanlar baxın istirahət edirlər. Yaxınlaşdırım, göstərim sizə. Bəli, bura Alanya İncekum Təbiət Parkı birinci qism deyə keçir. Çox gözəl yerdir. Tam meşənin içindəsiniz. Tam təmiz hava, dəniz havası. Kamera müşahidə sistemi hər yerdə var. İstirahət edən insanlar. Bunlar çoxsu otel sakinləridir. Biraz bu tərəfə də yaxından baxaq. Təbii qayalar. Çox qəşəng bir yerdir. Eğer Alanya'da yaşayırsınızsa, Mahmudlardasınızsa maşınla bura 30 dəqiqə gəlib çatacaqsınız.
İndi çimərlik tərəfə gedirəm, daha yaxından baxaq. Burada da ağaçların altında şezlonglar var. Hər yerdə kolonkalar, musiqi sədaları. Çimərliyin girişi buradandır. Bu tərəfdə də bungalov tərzi uzanıb istirahət etmək üçün yerlərdir. Qarşıda voleybol meydançasını görürəm. Yəni şərait yaxşıdır, hər cür şərait var. Belə əziz dostlar, siz də Alanyada daşınmaz əmlak, mənzil, villa, torpaq sahibi olmaq istəsəniz, yatırım etmək istəsəniz, binalar inşa etmək istəsəniz, əlaqə saxlayın. Bütün videoların altında nömrəm yazılır. Həm Türk, həm WhatsApp nömrə eynidir. Hər cür dəstək verə bilərik, yardımcı ola bilərik. Bununla da gözəl videonu bitirirəm. İzlədiyiniz üçün təşəkkürlər. Bu arada 25.000 abunəçiyə yaxınlaşırıq. Bu haqda ayrıca video çəkəcəm. Çox az qalıb. Sağ olun, var olun.